Ağ Evdə keçirilən tarixi sülh sammitindən sonraki bir il ərzində Azərbaycan və Ermənistan möhkəm sülhün əldə edilməsinə dəyişməz bağlılıq nümayiş etdirib və bu istiqamətdə konkret addımlar atıblar. Bunu Birləşmiş Ştatların Azərbaycandakı müvəqqəti işlər vəkili Emil Karlın Vaşinqton sammitinin ildönümü münasibəti ilə yayımladığı video müraciətdə bildirib. Diplomat xatırladıb ki, bir il əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Trump Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı qəbul etmişdi. O qeyd edib ki, sammitdə liderlərin iştirakı ilə 30 ildən artıq davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında davamlı sülhün əsasını qoyan saziş paraflanıb. 8 avqustdan etibarən Azərbaycan və Ermənistan liderləri Ağ Ev sammitinin ruhuna dəyişməz sadiqlik nümayiş etdirdilər və möhkəm sülhə doğru qətiyyətli və konkret addımlar atdılar, deyə Karlın bildirib. O qeyd edib ki, ötən il ərzində iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında müntəzəm əlaqələr və fikir mübadiləsi başlayıb. Həmçinin sərhədyanı ticarətin ilk əlamətləri, o cümlədən Ermənistanın Azərbaycan yanacağının müntəzəm olaraq alması müşahidə olunub. Karlın həmçinin TRIP layihəsini xüsusi vurğulayaraq onu 8 avqust sazişinin əsas elementlərindən biri adlandırıb. Bu marşrut Azərbaycana, Naxçıvana maneəsiz çıxışı təmin edəcək və Şərq-Qərb üzrə nəqliyyat əlaqəliliyinin inteqrasiyasına və inkişafına töhfə verəcək. Azərbaycan və bütün bölgə üçün qarşılıqlı iqtisadi faydaları və firavanlığı təmin edəcək, deyə Emil Karlın bildirib. Diplomat vurğulayıb ki, TRIP layihəsi son bir il ərzində əhəmiyyətli irəliləyiş əldə edib və qarşıdakı ildə bu proses daha da sürətlənəcək.